Deməli, bu günləri biz gəlmişik Azərbaycanda palçıq vulkanları və ekoturizmin inkişafı adlı layihə çərçivəsində monitorinq eləyək. Mən ilk öncə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatları Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürümü bildirirəm. Çünki onların maliyyə dəstəyi ilə biz Azərbaycanda palçıq vulkanları və ekoturizmin inkişafı adlı layihəni həyata keçirdirik. Məqsədimiz burada Azərbaycandakı palçıq vulkanlarını tanıtmaqdır. Bugün bizimlə bərabər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Ceyhun müəllim də bizlə bərabərdir. Monitorinq aparılması üçün sizə çox təşəkkür edirəm. Bizə şərait yaratdınız, bizlə bərabər monitorinqin keçirilməsinə bizə dəstək oldunuz. Mən istəyirəm ilk öncə siz özünüzü təqdim eləyəsiniz. İradə xanım, əslində ilk öncə istəyərdim sizin layihənizə bir uğur diləyim. Təşəkkür edirəm. Arzu edirəm ki, belə maraqlı layihələr daha çox qismətiniz olsun inşallah. Mən palçıq vulkanları barədə bir xırda qısa məlumat vermək istərdim. Palçıq vulkanları bildiyimiz kimi Azərbaycanda çox geniş yayılmışdır. Dünya üzrə son məlumatlara görə 2700 palçıq vulkanı var, bunun 352-si Azərbaycandadır. Hələ bu qeyd olunan rəqəm sonuncu rəqəm deyil. Çünki biz sualtı neft-qaz kəşfiyyatları zamanı yeni onlarla yeni sualtı palçıq vulkanlarını kəşf eləmək şanslarımız var. Yəqin ki, bu onların sayı artacaqdır. Çünki biz bildiyimiz kimi Azərbaycan dəniz Xəzər sektorunda yeni neft-qaz yataqlarının kəşfiyyatı aparılacaqdır və yəqin ki, ümid edirəm ki, həmin zamanda biz sualtı palçıq vulkanlarının şahidi olacağıq. Sual verə bilərsiniz ki, nəyə görə məhz neft-qaz yataqlarının axtarılmasında onlara rast gəlmək mümkündür? Palçıq vulkanları bilavasitə karbohidrogen ehtiyatları ilə sıx əlaqəlidir. Palçıq vulkanı varsa, bu deməkdir ki, həmin palçıq vulkanı karbohidrogen ehtiyatlarının üzərində yerləşmişdir. Bir çox insanlar palçıq vulkanla maqmatik vulkanı qarışıq salırlar, amma əslində tamamilə fərqli təbiət hadisəsidir. Palçıq vulkanı yerin o qədər də dərin olmayan qatlarından öz enerjisini götürür. Bəzən 2, bəzən 3, 6, 7 kilometr məsafələrdən götürür, amma maqmatik vulkanlar öz enerjisini yerin mantiyasından, nüvə qatından götürərək böyük dağıntılara səbəb olaraq, belə deyim də, əsil təbii kataklizm adlandırıla bilər. Biz hal-hazırda olduğumuz vulkan Bahar palçıq vulkanıdır və gördüyünüz kimi çox unikal coğrafi yerləşməsi vardır. Hər bir tərəfdən yarımada kimi Xəzər dənizi ilə əhatə olunmuşdur. Bilavasitə Xəzər dənizi ilə toqquşur. Və gördüyünüz kimi biz vulkanın üzərinə qalxandan sonra gördük plato əmələ gətirir və bu üzərində bir çox qrifonları da görmək olar, sopkaları da görmək olar. Bu palçıq vulkanı həqiqətən də çox gözəldir və biz bu palçıq vulkanını gələcəkdə ekoturizm ehtiyatlarından, potensiallarından istifadə etmək üçün geoparka daxil etmək fikrindəyik. Palçıq vulkanlarını bildiyiniz kimi çox böyük ekoturizm potensialı vardır və biz gələcəkdə, yaxın gələcəkdə bir çox ekosistem servislərini təşkil edə biləcəyik. Deyə bilərsiniz, nə kimi servislər? Onu sadalamaqla bitməz. Bir neçə aktualını sizə söyləyim. Kosmetoloji məqamından istifadə eləmək olar. Hamısından deyil, məsələn, amma bu palçıq vulkanından artıq sübut olunur ki, kosmetoloji məqsədlərlə istifadə etmək olar. Dəri cöhrəvi xəstəlikləri müalicəsində, balneoloji məqsədlər üçün, yəni bilirsiniz balneoloji nədir? Vannaların qəbul edilməsi üçün məhz burada pansionat təşkil etmək mümkündür. Bunun məhsulundan əsl keramzitdir. Xüsusilə qeyd etmək istəyirəm. Bu keramzitdən saxsı qabların istifadə olunmasında, müxtəlif növ bəzək əşyalarının hazırlanmasında istifadə oluna bilər. Sonra burada bir çox ekstrem hava növlərindən istifadə etmək olar. Məsələn, ətrafa fikir versəniz, yəni yüksək gərginlikli naqil xəttləri yoxdur və ərazi də hündürdə yerləşir
və yarımada formasında Xəzər dənizinin içərisinə daxil olub. Burada paraplandan istifadə eləmək olar, ekstremal sportun müxtəlif növlərindən istifadə eləmək olar. Yəni insanın o qədər də hündür deyil, təxminən 20-30 metr hündürlükdə bir necə deyək, platodur və bunun üzərindən bu hündürlükdən istifadə edib təhlükəsiz ekstremal sportun növlərindən istifadə eləmək olar və bir çox sadalamaqla bitməz. Mən bir dənə, mən üçün də maraqlıdır. Deməli, Ceyhun müəllim, bizim deyirik də əsas məqsədimiz ekoturizmin inkişafıdır da. Palçıq vulkanlar, bax, Azərbaycanda ümumiyyətlə, yəni təkcə Abşeron yarımadasındadırmı bu palçıq vulkanları, yoxsa Azərbaycanın digər rayonlarında da bu var? Əsasən Azərbaycanda 5 istiqamətdə inkişaf eləyib. Əslində biz bunu quş baxışı baxsaq, əsasən bu sıx konsentrasiya olunub Xəzər dənizinin sahilində. Bəli. Yəni buradan da görmək olur, Azərbaycanın ən böyük Torağayını da məhz buradan görmək olur. Bəli. Torağaydır, Ağtirmədir, Ağdam, Şəkixan, Qələndər axtarma, Ağnoxur, hamısı yaxın-yaxın yerləşən palçıq vulkanlarıdır və hamısının birbaşa Xəzər dənizinin suları ilə əlaqəsi vardır. Hətta məşhur geoloq var, Abix. Abix palçıq vulkanı yarama prinsipini çox belə asan üsulla ifadə edib. Deyib ki, palçıq vulkanının mövcud olması üçün diaperizm mövcud olmalı. Diaperizm yerin dərin qatlarında diapir qatıdır. O diapir nədir? Hər bir vulkanın boğazı var. Hansı ki, boğaz içərisində həmişə metan qazı var və o boğazla perpendikulyar istiqamətdə diapir yerləşir. O diapir palçıq qatıdır. Yüksək gərginlik altında lokal zəlzələ baş verdiyi zaman həmin o boğazda olan metan qazı alışaraq alovlanır və yüksək təzyiq altında yerin səthinə doğru hərəkət edir və həmin diapir qatını, yəni palçıq vulkanını, palçığı yüksək təzyiq altında yerin səthinə xaric edir. Bu qədər bəsit. Və deyir ki, həmin alim, palçıq vulkanının mövcud olması üçün dəniz suyunun olması labüddür. Yəni onun əslində hipotezlər çoxdur. Yəni belə götürəndə fikir verin, dəniz sahilində, Xəzər dənizinin sahilində onlarla palçıq vulkanı var. Hamısı da yaxın-yaxın yerləşib və hamısı da aktivdir. Yəni əslində palçıq vulkanı haqqında düzdür, elmi təsdiq olunmuş tərəflərin danışmaqla da bərabər hipotezalara əsaslanıb bir çox şeyləri demək olar. Nəyə görə hipoteza? Çünki bu seysmoloji haldır, seysmoloji hadisədir. Necə ki, zəlzələni proqnozlaşdırmaq, zəlzələnin gücünü proqnozlaşdırmaq, vaxtını proqnozlaşdırmaq mümkün deyil, eləcə də palçıq vulkanı haqqında heç bir şey söyləmək olmaz. Yalnız o hadisə baş verəndən sonra müvafiq işlər aparıla bilər, baş vermiş hadisəni analiz etmək olar. Amma onun qarşısını almaq üçün və yaxud da proqnozlaşdırmaq üçün cəhdlər həmişə boşa gedir. O nöqteyi nəzərdən palçıq vulkanı təhlükəli təbiət hadisəsi hesab olunur. Bəzi palçıq vulkanları var ki, o daim enerjisini itirir. Məsələn, misal göstərim, Daşkil palçıq vulkanı. Nə zaman gedəcəz, orada demək olar ki, bütün o mikroforumlar, makroforumlar durmadan orada qaz çıxışlarını görmək olur. Qaz toplanmasını yox, çıxışlarını görmək olur. Bu, bir növ durmadan enerji itir, toplanmasına imkan vermir. Amma, məsələn, Osman Bozaq palçıq vulkanı və yaxud da ki, Torağay, buradan görünən Torağay palçıq vulkanı, Qarıca palçıq vulkanı və bir çox adlarını saymaq mümkün olan palçıq vulkanları illər boyu metan və digər qazlar toplanaraq doymuş hala gəlir və günlərin bir günündə lokal zəlzələ olduğu zaman orada püskürmə baş verir. Və ondan sonra həmin vulkan o yığdığı enerjini birdən-birə yerin səthinə doğru xaric edir. Həm alov sütunları kimi, həm çıxardığı vulkanlar kimi, həm də xaricə atdığı bərk cisimlər kimi. Yəni, əslində o qədər də belə deyək, mürəkkəb mexanizm deyil onların prosesin baş verməsi. Amma ki, mahiyyət etibarilə çox təhlükəli təbiət hadisəsidir. Biz həmin palçıq vulkanlarını ekoturizm məqsədilə istifadə edərkən bizim planımız odur ki, təhlükəli hesab olunan palçıq vulkanlarını məsafədən, amma təhlükəli olmayan statistikasına əsaslanaraq
heç bir zaman güclü püskürmə olmayan palçıq vulkanlarının üzərinə çıxmaqla müvafiq ekoturizm fəaliyyətinə məşğul olmaq. Məsələn, biz bu dəqiqə palçıq vulkanı üzərindəyik. Bəli. Onun statistikasına nəzər salsaq, tarix boyunca çox güclü püskürməsi baş verməyib və bu əmələ gələn 100 min illər, milyon illər boyunca əmələ gələn bu forumlar, mikroforumlar xaric olan süd tullantıların toplanaraq getdikcə boyunun artmağı hesabına başa gəlib. Biz bir qoruq olaraq, Bakı və Abşeron yarımadası palçıq vulkanları dövlət təbiət qoruğu olaraq yarandığımız gündən bu günə qədər böyük işlər görmüşük. O işlər nədir? Gəlin boynumuza alaq ki, palçıq vulkanları son 15 ildə populyarlaşıb. Razısınızmı? Bəli, razıyam. Nəyi çox qoruyursan, nəyin üzərində çox gedirsənsə, o əks effekt baş verir və insanlar deyir, bu nədir qoruyurlar bu adamlar və ona maraq artır. Son 15 ildə bu vulkanlar populyarlaşıb, gündəmə gəlib. Palçıq vulkanlarının belə deyək, inventarizasiyasını aparmışıq. Palçıq vulkanlarının 90%-ni xüsusilə qeyd edirəm. Bizə aid olsa da, olmasa da hamısına təbii ehtiyat kimi yanaşaraq onların təbii bərpa olunması üçün şərait yaratmışıq. O nədir? Vaxtilə insanlar bunun palçığından keramzit, tikinti məhsulu kimi oğurlayıb aparırdılar. Kor təbii. Və təsəvvür edin, bu mikroforum milyon illər, 100 min illər ərzində baş verir. 100 min illər ərzində baş vermiş bir mikroforum dəqiqələr içərisində məhv ola bilər. Dəqiqələr. Adi belə deyim, bel vasitəsilə və yaxud da digər qazma aləti vasitəsilə maksimum 20 dəqiqə ərzində onu tamamilə məhv eləmək olar. Ona görə biz bütün ölkə boyunca yaranmış vulkanlara çalışırıq ki, qayğımızı çatdıra bilək. Çox sağ olun, təşəkkür edirəm geniş məlumat üçün. Yəni bilirsiniz, bizim sabahda sizinlə bərabər bir yenə monitorinqimiz olacaq. Bugünkü monitorinqimiz dediyiniz kimi Bahar palçıq vulkanıdır. Çox minnətdaram, təşəkkür edirəm. Sağ olun. Biz indi yavaş-yavaş ona tərəf gedirik və monitorinqimizi eləyək. Merhaba. Buranın indi qoruğu bəxtlər biz gələndə mən gördüm, hadisəçilər var. Onun hadisəçilər buraları qoruyurlar da. Biz sizə bir şey deyim. Bizim bəzi ərazilərimiz var, hansı ki, o əraziləri bizimlə bərabər digər dövlət qurumları mühafizəçiləri qoyur. Məsələn, bu ərazinin neft şirkətinin o cümlədə mühafizəçiləri qoyur. Və mənim iki mühafizə yeganında bura təhkim olunub. Bir çox vaxtlarda birgə həmin ərazinin mühafizəsini monitorinqə keçirir. Yəni biz getdikdən sonra daim burada uşaqların əməkdaşları var. Çox gözəl. Daim, 24 il. Siz gedin, mən uzaqdan çəkim. Çəkəndə deyil. Başlamışam mən siz. Var bayaqları qeyd etdim Rada xanım. Görürsünüz burada neft ləkələri. Bu neft ləkələri onu göstərir ki, bu bilavasitə neft, qaz yatağının üzərində, karbohidrogen ehtiyatlarının tam üzərində. Fikir verin ki, durmadan, əgər zajqal yandıran olsa, yandıracaqsınız, alışasınız. Kibrit olsa çəksək yandır. Bəli. Çox maraqlıdır, bax bunun. Tam məhsul adı da breksiya. Nəyə görə breksiya deyirlər? Brek bildiğiniz İngilisində kərpiç demir. Qoruyandan sonra kərpiç görkəmi aldığına görə breksiya. Bu gördüyünüz üzərindəki o papaq 4 il, 5 il bundan qabaq yoxdur. O da yeni yaratılır. Və icazə verin, yaxınlaşdırın. Amma bu tərəfində də var. Məqsədimiz nədir? Həm bizim bu təbiətimizi, Azərbaycanın bu təbii sərvətlərini qorumaq, eyni zamanda da həmin bunları dünyaya tanıtmaq. Azərbaycan təkcə neftdən ibarət deyil ki, onların görün nə qədər palçıq vulkanı özü elə bir Azərbaycanın bir təbii sərvətidir. Palçıq. Brendi
sayılacaq dərəcədə Bəli. şey necə deyim sizə, onun mahiyyəti var. Bəli, bəli. Bax, fikir verin, bu ərazi digər ərazilərdən nə qədər yağış, külək Burada dayanıb çəkilir. Buradan çəkirəm yazım. Necə qaynatır? Gözlərindən. Sistem var. Çəkilib. Bölgənin Sağlamlıq məqsədi üçün istifadə eləmək mümkündürmü? Mikrofonum yoxdur. Eyb yoxdur. Ya, siz gətiririk sizə. Hə. Hə. Deməli Azərbaycanda bax görürsüz necə qəşəng bax belə mən gəzdikcə həqiqətən mən heyran qalıram. Bizim bu Balçıq vulkanları belə gördükcə həqiqətən çox mənə xoş gəlir. Biz bunlardan nəyə görə sağlamlıq məqsədi üçün istifadə eləyə bilmirik? Yəni bunlar doğrudan da sağlamlıq üçün istifadə etmək mümkündür, yoxsa elə bu bizim bir fərziyyəmizdirmi? Deməli, palçıq vulkanlarının hamısının tərkib hissəsində vahid tərkib var. Bəli. Belədir. Amma bir element biri digərində çoxdur, birində azdır. Bəzilərində isə əlavə elementlər də var. Amma bir çox palçıq vulkanlar radioaktiv mənşəlidir. Çünki yerin dərin qatından gəlir. Əgər orada radiasiya varsa, deməli insan sağlamlığına ziyanlılıqdır. Ha, bəli, hə. Onun üçün hansı vulkanlar insan həyatı üçün, sağlamlıq üçün xeyirlidirsə, onun üzərində tədqiqatlar aparılmalıdır. Çoxsaylı spektral analizlər aparılmalıdır. Çoxsaylı kimyəvi tərkibi öyrənilməsi üçün müxtəlif növ analizlər aparılmalıdır. Radiasiya fonu çəkilməlidir, öyrənilməlidir. Amma bütün bu proseslər olandan sonra artıq üzə çıxan palçıq vulkanları ki olacaqdır. Həmin palçıq vulkanlarından çox məqsədli və nəticəsi tez əldə olunan tibbi məqsədlərdən istifadə oluna biləcək. Həm tibbi, həm kosmetoloji. Kosmetoloji da mümkün Bəli, olacaq. həm balneoloji və bəzən də tikinti məqsədilə istifadə olunur. Ceyhun müəllim, başa bildim. Məsələn, bax indi biz burada, məsələn, tutaq ki, indi biz deyirik ki, xarici turizmin inkişafı üçün də, ekoturizmin inkişafı üçün biz bu palçıq vulkanlarının tanıtımını eləyirik. Amma bax, mənim üçün də maraqlıdır ki, biz burada, məsələn, elə bax bunların öz ətrafında həm bunlardan düzgün, yəni sağlamlıq məqsədi üçün istifadə eləmək, burada ya otelmi, ya məsələn bir sanatoriya da belə deyək, yəni belə bir şeylər təşkil eləmək mümkündürmü və yaxud da ki bu siz bilirəm ki bu işlə məşğul olduğunuza görə daha çox məlumatlısınız və bilirsiniz ki, yəni bu gələcəkdə nəzərdə tutulub yoxsa yox? Sizin sualınıza elə cavab vermək üçün burada olmağımız da yaxşıdır. Bəli. Çünki mümkündür. Maraq göstərən adamlar olacaq. Çünki bu vannaları Gürcüstanda, Axtalada, Rusiyada, Tizdarda istifadə eləyirlər. Bizim Azərbaycanlı İranlarda bunu belə deyək, servislərlə istifadə eləyirlər. Yəni nəyə də bizdə olmasın? Mən də bax, mənim üçün də maraqlıdır da. Yəni məsələn mən Türkiyədə olanda, orada bilirsiniz də Dənizlidə